Hə, köhnələr, inandırım sizi, dünənki o hadisədən sonra, hansı ki Venezuelada baş verib, mən əməlli başlı şokdayım. Mənim lap bir sürü yadıma düşdü, o köhnə vaxtlarda var idi, gəlib adamı oğrayırdılar, bir dənə söhbət var idi, gəlib sənə deyir, gecə oğrayaram deyir yerindən. Və həmin o söhbət demək olar ki, gerçəkləşdi. Yəni bu sizə zarafat gəlməsin ha. Venezuela elə belə dövlət deyil ha. Başa düşürsüz? Yəni Venezuela belə də Ermənistan, belə kiçik belə bir çaplı dövlətlərdən deyil. Venezuela'nın ərazisi məsələn 916 min kvadrat kilometrdir. Azərbaycanla müqayisə etsək, bizdə 86 min kvadrat kilometrdir. Venezuela'nın əhalisi 29 milyona yaxındır. Azərbaycanda məsələn 10 milyon. Venezuela dünyanın demək olar ki, neft baxımından ən zəngin ölkələrindən biridir, bəlkə də ən zəngini odur. Təsəvvür eləyin ki, Venezuela'nın sübut olunmuş neft yataqları 307 milyard bareldir. Yəni bilirsiniz də neft barellə ölçülür. Barel İngilis dilinin tərcüməsində boçka deməkdir. Yəni belə götürülüb ki, o vaxtı ki, lap köhnədə birinci nefti daşıyardılar boçkalarda. Ona görə barellə ölçülür. Təsəvvür edin Azərbaycanın, bax məsələn, bizim nə qədər neft ehtiyatımız var. Bizdə cəmi səhv eləmirəmsə 7 milyard barel sübut olunmuş neft yatağımız var. Azərbaycanın məsələn gündəlik neft çıxarma qabiliyyəti səhv eləmirəmsə 540 min bareldir. Venezuela'nın isə 2 milyon nə qədər? Və burada əsas məsələlərdən birinə gəldik, çıxdıq biz. Yaxşı, Venezuela'nın o qədər böyük neft sərvəti varsa, bu necə olur ki, amma onun islahatı cəmi məsələn bizi ilə müqayisə eləsək, bizdən bir balaca yüksəkdir. 2 dəfə bizdən yuxarıdır. Axı olan potensialla bu düz gəlmir. Bilirsiniz nəyə görə? Çünki bir neçə il bundan qabaq Nicolas Maduro, oranın prezidenti, yatdı yuxuda nə gördü bilmirik. Birdən fikirləşdi ki, bu nefti milliyyətləşdirmək lazımdır. Başladı xarici mütəxəssisləri ölkədən kənarlaşdırmağa, xarici kompaniyaları ölkədən kənarlaşdırmağa. Yəni daha siz bizə lazım deyilsiniz. Neft bizimdir, özümüz də özümüz bilərik o necə çıxartacağıq. Nəticədə isə həmin o neft söhbətini payladı öz ətrafında olan 5-6 nəfərə, nə bilim, generallara, filana, beşməkana. Axır ki, bunlarda heç nə alınmadı. Bunlar batırdılar əməlli başlı. Yəni o idarəçiliyi edə bilmədilər. Nəticədə ölkə düşdü xaosa. İqtisadiyyat oldu sıfır, cəmaət çox narazı, acdıq, bir dənə yuxarıda olan bir, nə bilim, bir yığım, bir ovuc qudurmuşlar, keyflə yaşayırlar, ətrafdakilər hamısa cəmaət pis gündə. Nəticəni də gördünüz də nə baş verdi. Onu da sizə deyim, bu elə belə deyil ha. Bu hələ birinci bizim qonşu dövlətimizə bir dənə var, belə bir mesajdır ki, bax, görürsən, sən 4 ildə özünü öldürürsən, 1 milyon adam qoymusan artıq, 1 milyonun başı qoyulub həmən o müharibədə. Mən amma gəldim 30 dəqiqənin içində ölkədən kimi lazımdır, oğradım, apardım. Hələ ondan sonra da xalq da mənə çox sağ ol deyir. Yəni təsəvvür edirsiniz də, indi bunlar girişəcəklər olan neftinə, 307 milyard barel olan ehtiyatına, yığıb tökəcək xarici şirkətləri qısa bir zamanda, yəni böyük bir jılkaya yəni barmaq atdılar. Yəni onsuz da varlı, qudrətli Amerika Birləşmiş Ştatları olacaq ondan da varlı. Mən həmişə demişəm ki, kim ki Amerikaya belə barmaq arası baxır, o düz eləmir. Amerikanın qüdrətini başa düşmək üçün sadəcə olaraq bir dənə bu kampaniyalara göz getirin.
Bir dənə bax bu internetə göz getirin. Bu həmin o YouTube var ha, bilirsiniz YouTube. Haranındır? Amerikanın. Siz bilirsiniz ki, həmin o YouTube cəmi 3-4 il ərzində 15 milyard dollar ancaq paylayıb. Yəni ki, reklam verənlərə, yəni qazandırıb, ətrafı 15 milyard dollar qazandırıb. Heç nə demirəm, onun 30%-ni elə çıxın vergiyə, görün bir dənə bu YouTube nə qədər xeyir götürür bu dövlətə. Danışmaq çox olar, elə götürək Coca-Cola-nı. Coca-Cola'nın büdcəsi bəlkə bəzi ölkələrin büdcəsindən yüksəkdir. Götürək bu KFC-ni, götürək Microsoft-u, götürək bu HP-ni, nə bilim, götürək bu SpaceX-i. Bunlar da qalsın bir qırağa, gəlin bunların bu kinolarından danışaq. Hamımız bu Amerika kinolarına baxırıq da, düzdür, hə? Siz bilirsiniz ki, hər o kino bütün dünyada baxılır ha. O vergilər ki ödəyir ha, o kino çəkən, o kinoda çəkilənlər, o bizimki kimi deyil. Bizim artistlər gedirlər, milyardlar qazanırlar, hamısını gizlədirlər toylarda. Nəqd pul gedir söhbətdə. Oxuyanlarımız, nə bilim, aktyorlarımız, artistlərimiz orada elə deyil. Onlar hamısı vergi ödəyirlər. İndi təsəvvür edirsiniz də, yəni bizim hər şey nə ki biz istifadə eləyirik ətrafımızda, yəni söhbət gadgetlərdən gedir, texnologiyalardan gedir. Bunlar hamısının mənbəsi Amerika Birləşmiş Ştatlarıdır. Yəni Amerika Birləşmiş Ştatları bax o qüvvəyə malikdir, qadirdir ki, gəldi bir günün də yox, 30 dəqiqənin içində adamı oğrada apardı. Yanımızdakı indi o birisi şimalda olan qonşuba bu dəqiqə dirsəklərini bana öyle dişləyəcək. Bəlkə də oca dişləyir ki. Yəni külsən başıva da milyonlarla adam qoydun, elədiyin nədir? Yəni sənin də məqsədin o idi də ki, onu istədin girəsən onların paytaxtına, onu oradan götürəsən. Amma 4 il ərzində bunu eləyə bilmədin, bu 30 dəqiqəyə elədi. Həmçində bu ilə bu bilirsiniz nə söhbətdir bu dəqiqə. Yəni bütün dünyaya göstərdilər ki, güc bizdədir. Kim gücdədir, o da pravdır, o da düzgündür. Yəni qanun işləmir. Nə beynəlxalq millətlər təşkilatı lazımdır, nə beynəlxalq hüquq lazımdır. Yəni bunlar hamısı işləmirlər. Yəni bu demokratiya söhbəti var ya, demokratiya. Əslində demokratiya zaten yoxdur, başa düşürsünüz. Demokratiya var onlar üçün. Amma digər ölkələrə, hara ki bunlar hamısı girirlər ha, bunlar demokratiya adı ilə girəndə sərvət üçün girirlər. Sadəcə bunun da bir fərqi var da, bizim bu şimalda olan qonşumuz hara girir, yer dağıdır, Sarança kimi. Bunlar isə girir, işgüzar münasibətlər görür. Yəni biz dediyimizi eləyirsənsə, özümüz yiyəcək, qazancaq, sizi də yedizdirəcək. Əgər eləməyəcəksinizsə, bax belə, gəb sizi deyir, bir gün gecə yerindən oğrayacaq. Dedilər, elədilər. Bu qədər qəlbdən qəlbə.